Salam, hər vaxtınız xeyir olsun. Bu videoda mən sizlər üçün Biologiya Yeni Time sınaq toplusu ümumi biologiyanın birinci sınağının 4-cü sualının izahını vermək istəyirəm. Sualda deyilir ki, iki qat mayalanmada iştirak edən hüceyrələrin xromosom saylarının cəmi 39-dur. Yumurta hüceyrədə 7 xromosom olarsa, bu bitkinin endosperm hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsində neçə xromosom olar? Demək, şərtdə bizə deyir ki, mayalanmada iştirak edən xromosomların sayı 39-dur. Yazırıq 39. Rüşeym kisəsi çəkirəm kənarda. Rüşeym kisəsində biz bilirik ki, mayalanmada yumurta hüceyrə və mərkəzi hüceyrə iştirak edir. Və məsələ şərti bizə verir ki, yumurta hüceyrənin xromosom sayı 7-yə bərabərdir. Bu zaman mərkəzi hüceyrə 2N, yəni diploid xromosom dəstinə malik olur, 14 xromosoma malik olur. Demək, dişiyə aid olan xromosomları ümumi xromosomlardan çıxırıq. 14-ün üzərinə 7 gəldiyi zaman demək 21 olur. Yazırıq. 7 üstə gələk 14 bərabərdir 21. Demək, bu anaya aid olan xromosom sayıdır. 39-dan 21-ni çıxırıq. Doğru cavab qalır 18. Demək, burada atanın 2N-i 18-ə bərabərdirsə, N-i isə 9-a bərabər olur. Mayalanma zamanı isə spermlərdən biri mərkəzi hüceyrə ilə birləşir və endosperm əmələ gətirir ki, endospermin xromosom sayı 23-ə bərabər olur. Demək, biz bildik ki, endosperm 23 xromosom dəstinə malikdir. Bu endosperm sadəcə olaraq mitoz yolla bölünə bilər. Mitozun anafaza mərhələsində isə xromosom sayı artır, yəni 2 dəfə artır, olur 46. Doğru cavabımız olur C variantı.